İmtahanlardan söz etdin, gələk imtahanlara. İmtahanlar sizdə çətin olurmu, yoxsa daha rahatdır və əsas olan bizim üçün maraqlı olan budur ki, imtahanlar yazılı olur, şifahi olur, yoxsa test üsulu da olur. Çünki test olanlar daha rahat olurlar. Təbir həmişə deyirlər ki, test daha rahatdır, cavabını əzbərləyib yazırlar. Amma yazılı olanda müəyyən qədər bildiklərini artıq yazıya çəkməlisən və bu biraz çətin olur. Sizdə necədir vəziyyət? Bizdə bütün imtahanlar yazılıdır, yəni test üsulu demək olar ki, yoxdur. Və bizə əvvəlcədən məsələn imtahana düşə biləcək sual tipləri ya da ki bu tipli əzbərləməli şeylər deyilmir. Biz yəni bütün materialı oxuyub imtahana giririk ki, orada cavablar verilmir də belə. Yox, heç nə verilmir, heç bir şey yoxdur. Semestr ümumiyyətlə çox intensiv keçir. Yəni sentyabrın 15-i başlayır, payız semestri sentyabrın 15-i başlayır, dekabrın əvvəllərində bitir. Bir həftəlik fasilə olur, daha sonra 2 həftəlik imtahan sessiyaları başlayır. O 2 həftə ərzində bütün hamı demək olar imtahana verir, final imtahanların. Və cavablar da yanvarın ortasına qədər artıq çıxır. Biz yanvar ayının sonunda yeni semestrə başlayırıq. Aprel ayında yaz semestri bitir. Yenə bir həftəlik tətil, aprelin sonuna qədər final imtahanları bitir. Belə, yəni bizdə semestr necə başladı, necə bitdi bilmək olmur, biraz çox tez keçir. Siz ümumiyyətlə bir il deyək də, bir kurs nə vaxt yekunlaşır? Apreldə yekunlaşır. Apreldə, bəli. Artıq apreldən sentyabra qədər siz istirahət edirsiniz. Yox, aprelin sonuna qədər final imtahanları verildikdən sonra may ayı ərzində istirahət olur. Daha sonra 1 aylıq, yenə 2 aylıq ya da təcrübə proqramları olur. O təcrübə proqramına hazırlaşırıq. Avqust ayı ərzində də həmin təcrübə proqramının həm hesabatını yazırıq, həm prezentasiyasını veririk. Sizi təmiz fərqli sistemlə mən belə başa ki, siz çaylıq yay tətilindən faydalana bilmirsiniz təəssüf ki. Yorğucu olmur bu sizin üçün? Yox, əslində. Banımın rejimi elədir ki, davamlı olaraq sən nəsə eləyirsən, o boşluğa düşəndə qalırsan ki, mən nə edeyim? Ona görə məcbur yenə nəsə eləmək istəyirsən. Ona görə mən düşünürəm ki, yaxşıdır əslində. Bizə davamlı olaraq nəsə eləməyi sövq eləyir. Gözəl. Məncə də elə düşünürəm ki, artıq o rejimi öyrənən üçün davamlı nəsə etmək, işləmək istəyirlər. Yaxşı bir təcrübədir, belə deyək.